Salam dostlar, sizi Haksmet Club'ın ikinci buraxılışında xoş gördük. Bugünkü qonağımız gözəl xanım Bahar xanım Cəbrayılovadır. Uşaq həkimi. Salam Bahar xanım, necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Yaxşıyam, təşəkkür edirəm dəvət üçün. Siz sağ olun ki, qəbul elədiniz dəvətimizi. Bu günləri Bahar xanım sizinlə çox aktual olan mövzulara girişmək istəyirik. Yəni, belə deyim, aktuallığı valideynlərin çoxsunun səhv etdiyi, ancaq düşüncələrində əlbəttə ki, onlar səhv görmürlər. Düşüncələrində o düzgündür. Amma səhv etdikləri bir mövzulara girmək istəyirik. Siz öz, belə desək, bu uzun müddətli praktikanızda ən çox valideynlərin səhv etdiyi mövzular hansılardır? İlk öncə onu deyim ki, çox maraqlı mövzulardır, əslində çox aktual mövzulardır. Bir tərəfdən də çox vacib mövzulardır bu mövzular. Ona görə bu haqda danışmaq həqiqətən də yerinə düşür. İlk öncə mən ən çox valideynlərin səhv etdiyi məqamlardan danışıram. Birincisi, öskürəyi kəsməyə çalışırlar. Uşaq öskürməyə başlayan kimi öskürəyi kəsməyə başlayırlar. Temperatur bir qədər qalxan kimi tez temperaturu salmağa çalışırlar. Xəstə uşağı davamlı surətlə, sürətli yedizdirib içizdirməyə çalışırlar. Uşaqları təmiz deyil də steril saxlamağa çalışırlar. Hədsiz steril uşaqlar gəlir qəbula. Bu da problemlər yaranır. Təqribən bu mövzular haqqında danışmaq istəyirəm, ən çox aktuallardan. Birinci, öskürəkdən danışa bilərik. Uşaq öskürür. Öskürən kimi valideyn soruşur ki, doktor xahiş edib bir dərman yazın, öskürəyi kəsək. Ən belə deyim, səhv məqam budur ki, öskürəyi kəsmək. Niyə? Öskürək nədir? Öskürək orqanizmanın qoruyucu bir refleksidir. Yəni, bu o deməkdir ki, orqanizmə hər hansı bir xəstəlik agenti daxil olur. Viruslar ola bilər, bakteriyalar ola bilər, hər hansı bir allergik faktor ola bilər ki, hansı ki, bu bronxları qıcıqlandırır və öskürək refleksi yaradır. Bu qoruyucu bir refleksdir. Əslində biz öskürəyi kəsməməliyik. Əsas məqam oradır ki, öskürəyi yaradan səbəb nədir? Biz onu tapmalıyıq. Öskürəyi yaradan səbəbi tapandan sonra həmin səbəbi, belə deyək də, müalicə eləyəndən sonra, ortadan götürəndən sonra məsələ həll olur. Öskürək zaten özü kəsiləcək. Yəni, biz öskürəyi kəsməyə çalışmayacağıq burada. İkinci məqamda isə öskürəyi kəsərsək, öskürək niyə öskürür uşaq? Yuxarı tənəffüs yollarına və yaxud da aşağı tənəffüs yollarına, bronxlara, ciyərlərə düşmüş yad cismi xaric eləmək üçün çıxar. Öskürək refleksi yaranır da. Biz onu kəsərsək, öskürəyi kəsərsək, belə bir preparatlar var əslində ki, öskürəyi saxlaya bilərik. Və kəsdiyimiz anda biz xəstəliyi daha da ağırlaşdırırıq. Çünki öskürəklə xaric elədiyi infeksiyon faktorlar orqanizmdə qalacaq. Əksinə, xaric olmasına yol açmaq üçün öskürür uşaq. Biz onu kəsərsək, o qalacaq orada, daha da ağırlaşma səbəbinə gətirib çıxarır. Bu məqam çox incə məqamdır. Yəni, valideynə bunu başa salanda, deyir ki, başa düşdüm nə demək istəyirsiniz. Bax, burada öskürəklə bağlı yanlış elədikləri budur. Biz öskürəyi kəsmirik, əksinə, öskürəyi yaradan səbəbi ortadan qaldırmağa çalışırıq. Əsas məqam buradadır. Bəli. İkinci yanlış düşündükləri məqam valideynlərin temperaturla bağlıdır. Son günlərdə hamıya məlumdur, yüksək temperaturlarla uşaqlar çox müraciət edir. Yenə də həmçinin öskürək kimi temperatur da bir əlamətdir. Hər hansı bir xəstəliyin bir əlamətidir. Biz temperaturu salmadan öncə düşünürük ki, bu temperatur niyə oldu? Niyə temperatur qalxdı? Və müəyyən bir yaş qruplarına görə uşaqlarda müəyyən bir məqamlar var, müəyyən bir sərhədlər var ki, temperaturda. Məsələn, biz o temperaturun o sərhədinə qədər gözləmək məcburiyyətindəyik. Çünki orqanizmin bizə verdiyi siqnalları düzgün qəbul eləməliyik. Tutaq ki, yeni doğulmuş, balaca, lap xırda körpə uşaqlarda biz 38-ləri gözləmirik. 37-dən bir qədər yuxarı qalxanda o temperaturu salırıq, bəli. Amma böyük uşaqlarda 38 yarımı mütləq gözləmək məcburiyyətindəyik. Düzdür, burada bəzi məqamlar var ki, məsəl üçün, valideyn o dəqiqə qayıdır ki, doktor, birdən sudurqa olar bizim dilimizdə, yəni qıc olma olar da uşaqda, bəli. Bundan qorxurlar ən çox, temperaturu tez salmağa çalışırlar. Amma bir məqamı vurğulayım ki, o qıc olma tutmaları uşaqda, əgər olacaqsa qıc olma tutması uşaqda, o temperaturla əlaqəli deyil. Yəni, əlaqəli deyil deyirkən, aşağı temperaturlarda da ola bilər. Yəni, beyində hər hansı bir sudurqa, belə deyim də, qıc olma tutması olacaqsa,
aşağı temperaturlarda da ola bilər. Düzdür, yuxarı yüksək temperaturdan əmələ gələn qıcolmalar da var. Əlbəttə ki, o temperaturları biz gözləmirik. 40 temperaturu. Əlbəttə ki, onu salacağıq, amma yəni aşağı temperaturda gözləməliyik. Orqanizmanın cavabını gözləməliyik. Bizə verdiyi o siqnalları almaq, düzgün qiymətləndirmək üçün. Temperaturu qalxmaq nə deməkdir? Orqanizm o deməkdir ki, bir müharibə başladıram. Hər hansı bir agentə, bakteriya, virus, hər hansı bir xəstəlik agentinə müharibə elan edirəm. O deməkdir. Biz temperatur o müəyyən bir vaxta kimi çatır. O vaxtda, o sərhəddə kimi niyə gözləyirik deyirik, gözləməliyik deyirik. Çünki o temperatur qalxarkən orqanizm özünün, belə deyək də, ordusunu müharibəyə hazır vəziyyətə gətirmək istəyir. Qoruyucu agentlərini, faktorlarını aktivləşdirməyə, immunitet faktorlarını aktivləşdirməyə başlayır temperaturla. Ona görə biz salmamalıyıq temperaturu və müəyyən bir yerə gəlib çatana kimi, hansı ki bizim ordumuz hazırdır artıq, belə deyim də, savaşa, müharibəyə hazırdır, ondan sonra artıq bizə onu salmaq lazım olur bəzi məqamlarda. Yəni biz temperaturu aşağıya tez-tez salmaqla nə edirik? Belə deyim də, son... Həmin müharibəni dayandırır. Bəli, dayandırmaq da bir yana. Son silahlarla silahlanmış bir ordunun qarşısına sanki uşağımızı əli ayağı bağlı silahsız bir şəkildə göndərmiş oluruq. Uşaq mübarizə apara bilmir. Bu formatda olur. Ona görə də biz hər zaman deyirik ki, valideynlərə tələsmirik, temperaturu salmağa tələsmirik. Biz o məqamı, o sərhəddi gözləməliyik ki, orqanizmanın qoruyucu faktorları başlasın, işə başlasın. Yəni oyansın ki, bir yad faktorlar var, müharibə elan eləyiblər bizə və biz onun qarşısına çıxmalıyıq. Yəni burada incə məqam budur, temperatur zamanı. Başa düşdüm. Bəs belə bir sual verim. Bu temperaturun yaranması hansı səbəblərdən ola bilər? Yəni bir uşaq, körpə bir uşaqda temperatur qalxma səbəbi nə ola bilər? Baxın, burada temperaturun yendirim, səbəblər müxtəlifdir, yendirim. Temperatur özü simptomdur da, yəni bir xəstəlik kimi deyil. Yəni temperatur xəstəlikdir. Biz gedək onu salaq, yox. Bir simptomdur, hər hansı bir xəstəlik simptomudur. Yaranma səbəbini çoxdur səbəbləri. Məsəl üçün demirəm, virus ola bilər, qrip virusu, son zamanlar yayılıb influenza virusu, yəqin ki eşitmirsiniz. Yəni virus daxil olur, yenə də deyirəm, orqanizma temperaturu qaldırmaqla özünün müharibə şəraitini hazırlaşdırır. Məsəl üçün, patoloji olmayan, məsələn, belə deyim də, xəstəliklə asılı olmayan temperaturlar da var. Bizə gəlirlər, körpə uşaqlardır, evin temperaturu yüksək, uşaq balacadır deyə qaldırırlar temperaturu, uşağı da bəliyirlər, papaq qoyurlar, üst-üstə qat geyindirirlər uşağı və bu da temperaturun qalxmağına, elə bir ki, biz onu süni şəkildə temperaturu qaldırırıq. Səbəb olaraq bir xəstəlik deyil də, sadəcə süni şəkildə qaldırırıq. Ona görə də evin komfort temperaturu deyilən bir temperatur var, şəraiti deyilən bir şərait var ki, nəinki körpələrdə, ümumiyyətlə bütün insanlar üçün bu keçərlidir. Komfort şəraiti. Nə olmalıdır burada? Nədir? 22-24 dərəcə temperatur və nəmliyimiz 45-55 dərəcə arası olmalıdır. Bu komfort şəraitidir. Və bu şəraitdə uşaqları o şəraitə uyğun olaraq geyindirməliyik. Neçə dəfə olub ki, yəni valideyn zəng vurub ki, belə deyim də, həyəcanlı doktor körpədir, uşağın 38 qızdırması var, biz nə edək? Baxıram ki, təzə müayinə olunub bu uşaq, yəni burada bir xəstəlik yoxdur. Mənə də maraqlı gəlir, bir video çəkin mənə, bir 15 saniyəlik atın. Baxıram ki, uşağı büküblər, təsəvvür edirsiniz, yum papaq, üst-üstə neçə dənə adyal falan, deyirəm, bir dənə evin temperaturunu mənə deyin, evin temperaturu 38, uşağı da büküblər və uşaq sadəcə olaraq nəfəs ala bilmir, yəni məcbur temperaturunu qaldırmağa məcbur, süni şəkildə. Biz uşağı açmışıq, evin temperaturunu salmışıq və uşaq başlayıb nəfəs almağa, qidalanmağa, yatmağa, heç bir şey eləmədən, yəni biz onu normala qaytara bilirik. Belə vəziyyətlərdə görürük, yəni praktikada bu da görünür. Və yaxud da temperaturda, belə deyim də, hər hansı bir xəstəliyin ağırlaşması zamanında temperatur qalxır. Tutaq ki, bədən mübarizə aparır, orqanizma mübarizə aparır və bir yerə çatanda artıq onun gücü çatmır, bir ağırlaşma olur. Tutaq ki, virusla yoluxdu uşaq, hər hansı bir qrip virusu yoluxdu. Bunu orqanizm dəf edə bilir əslində. Dəf edə bilmədiyi bir məqam olur, gəlir, artıq yorulur, ya gücü çatmır, immunitet direnç göstərir, çata bilmir. O zaman ağırlaşma baş verir, bakteriyalar gəlir, həmin orqanizmada başlayır bakterial infeksiya yaranmağa.
Bu zamanda ağırlaşma olur və temperatur yüksəklərə qalxır. Belə temperatur belə bir qəribə. Hə, başa düşdüm. Əslində bəli, çox vaxt gənc ailələrdə bu problemlə qarşılaşır. Daha çox necə desək, ilk dəfə temperatur qalxanda uşaq. Temperatur qalxanda uşaqda, ilk öskürək olanda və yaxud da başqa bir şey olanda həyəcanlanırlar ki, uşaq ağrıyır, uşaq xəstələnibdir. Həkimə getmək lazımdır mütləq. Bir orada məqam var, temperatur qalxır, valideynlər həyəcan keçirdirlər, neyniyək, necə eləyək, belə deyim də, xaotik şəkildə, tutaq ki, orada çox temperaturunun idarə olunması bilməlidir də valideynlər. Bunu bir düzgün, doğru mənbədən bilməlidirlər. Temperaturu necə idarə eləyək deyə bir şey var. Yəni, temperaturu qalxdı uşağın, ölçürük, birinci mütləq ölçməliyik. Valideynlər deyirəm ki, ölçün, deyir, istidir, deyirəm, nə qədərdir, əlimi qoymuşam, istidir, uşaq yanır. Deyirəm, ölçün, mənə rəqəm lazımdır, yəni, yox, ölçə bilmirik falan, yəni, birinci mütləq ölçməliyik, o rəqəmi görməliyik orada ki, temperatur nə qədərdir. Çünki hər yaş qrupu üçün fərqli risk, belə deyim də, temperatur dərəcəsi var. Rəqəmi birinci mütləq görməliyik, temperaturun idarə edilməsində mütləq birinci rəqəmi görməliyik. İkinci, uşağın yaşı çox önəmlidir. Məsəl üçün, hansı temperatura qədər, hansı yaşda gözləyə bilirik? Məsələn, ilk 3 ayda biz 38-lərə gözləmirik də, belə deyim. Yaşı çox önəmlidir. Üçüncü, temperatur salcı dərmanı uşağın yaşına görə deyil, onun çəkisinə görə hesablanıb verilməlidir. Yəni, uşaqlarda hər zaman çəkiyə görə dərman verilməlidir. Valideyn, belə deyim, həyəcan keçirdir, iç vərəqinə baxır, temperatur salcı dərmanın içində yazılıb, tutaq ki, 1-3 yaşlı uşaqlara bu qədər milli verilməlidir və onu verir uşağa. O doza düzgün olmayacaq. Çünki tutaq ki, mənim 1 yaşlı uşağımla sənin 1 yaşlı uşağının çəkisi fərqli olacaq. Məsəl üçün, 1 yaşlı uşaqları bəzisi 10 kilo, 11 kilo, bəzisi 7-8 kilo, 9 kilo olur. Ona görə də tutaq ki, 7-8 kilo olan, 9 kilo olan uşağa verilən temperatur salcı dərmanın miqdarı ilə 11 kilo olan uşağın miqdarı fərqlidir. Təsir mexanizmində belədir. Ya dərman az olacaq miqdarı, ya çox olacaq, hədsiz çox olacaq. Yəni, az olacaqsa təsir eləməyəcək. Çox olacaqsa ziyan olacaq. Ona görə o uşaqlarda çox belə bir həssas bir cizgi var ki, çəkisinə görə hesablanmış şəkildə biz dərmanı verməliyik. Əsas da temperatur salcı dərmanı. Valideynlərin ən çox səhv etdiyi budur. Ona görə də hər bir, mən məsləhət görərəm ki, necə ki, hüquqlarımız var da, yəni bizim insan kimi. Uşaq doğulanda da onun bir hüququdur, haqqıdır ki, onun bir normal şəkildə izləyəcəyi bir həkimi olsun. Yəni, valideynin uşağı haqqında soruşa biləcəyi düzgün, doğru bir mənbə olması çox önəmlidir və bu uşağın şansıdır. Onu deyim ki, yəni tutaq ki, az verdik dərmanı, valideyn görür ki, temperatur düşmür, daha da həyəcanlanır. Həyəcanlanır, ikinci dozanı verir. Hətta üçüncü dozanı verən valideynlər də olur. Halbuki biz burada etaplar var ki, onu 20-25 dəqiqə düzgün dozdan sonra yoxlamalıyıq. Təkrar düşürmü, necədir uşağın vəziyyəti? Yəni, bu etapları düzgün məlumatları doğru ünvandan öyrənmək çox belə deyim də, vacibdir, məqamdır. Bu uşaqların mən düşünürəm ki, hər bir uşağın, hər bir yeni gələn dünyaya körpənin bir haqqıdır ki, onun, belə deyim də, çətin durumlarında düzgün istiqamət verən bir, profesional bir həkimi deyim. Yəni, insan olsun, profesional insan. Fərqi yoxdur, anası da həkim ola bilir uşaqların. Belə bir şey var, onu da deyim. Yəni, həmişə biri ağ olanda biri qara olmalı. Elə valideyn var ki, hansı ki bir şey olanda həkimə qaçır, onun tam tərsi də var. Məncə o da çox vaxt hansısa bir valideynin səhvlərini qarşı-qarşıya gətirir. Belə desək, öz müalicə. Kimlənsə, biraz yaşlı adamdan soruşurlar, nə edeyim, o özündən müalicələr kəşf edir, deyir, bunu elə, onu elə. Orada daha pis bir şeyə gətirib çıxara bilər. Çox aktualdır, çox aktualdır. Biz görürük, məsələn, mən yeni doğulmuşlarla çox işləyirəm, yeni doğulan körpələrlə. Bəli, valideyn görür ki, xəstəxanadan uşağı evə gətirdilər, görür ki, uşaq sarıdır biraz, bəzən fizioloji sarılıq olur və bu normal halda olur. Qonşudan, qohumdan, nənədən, yaşca böyük və yaxud da elə kimdənsə eşidir, padruqasından, belə deyim, dostundan falan eşidir. Uşağa sarıdır, şirin çay verək. Məsəl üçün, südəmər uşaqdır, buna su vermək lazımdır. Uşağı 40-ına kimi çimdirməyək. Uşağı 40-ı çıxmamış çölə çıxartmayaq, havaya çıxartmayaq. O qədər miflərlə yaxınlaşırlar ki, adı eşidəndə düzü belə qalır ki, belə. Təsəvvür edirsiniz, uşaqdır,
40 çıxıb, yəni bir aydan çoxdur da bu dünyaya gəlib, bu uşaq hələ çimdirilməyib. Bütün büküşlərinə baxırıq, hamısı büküşlərində problemli zonalar əmələ gəlir. Orada əlbəttə ki, bu uşaq dərisi ilə nəfəs alır, narahat olur, yeməkdən imtina edir, yatmaqdan imtina edir, inkişafdan geri qalmağa səbəb olur bunlar. Halbuki düzgün ünvandan öyrənsələr bunları eləməzlər. Yəni yeni doğulmuş o sarılığı olan uşağa başlayırlar şirin çay verməyə, şirin su verməyə. Yəni bunlar absurd bir şeylərdir. Yəni həqiqətən belə eşidəndə inana bilmirəm ki, bu dövrdə də indi artıq çox inkişaf eləyib də bizdə, yəni hər şey sosial media var, televiziya var, yəni belə də əvvəlki durumda deyilik. Yəni bu dövrdə belə o cür miflərə inanaraq o cür körpə böyüdən uşaqlar var. Dırnaqları uzun uşaqların gəlirlər, halbuki doğumdan sonra onların uzun olur dırnaqları və biz bunu götürməliyik, kəsməliyik. Çünki uşaq əlləri ilə kəşf edir də, üzünü cırır, gözünü cırır, əlcəklərdə qalır uşaqlar. Deyirəm ki, bu əlcək həqiqətən lazımsız bir şeydir də. Yəni bunu niyə geyindirirsiniz? Uşaq üzünü cırır. Bu səbəbə görə əlcək geyindirirlər. Və sadəcə bir sözüm var. Cızır, dırnaqlarını kəsin bunu. Olmaz 40-ına kimi yuxusu qaçar, nə bilim, nənəsi qoymur, bilmirəm nə, belə-belə müflər olur. Məsələn, şirin çay verirlər uşağa. Gələcəkdə biz bilmirik də, yəni bilirsiniz, qidalanmamız onsuz da bizdə tam təbii, sağlam, orqanik qidalanma çətin olur. Tam inkişaf eləməmiş orqanlarına, məsələn, qaraciyərdir, mədaltı vəzidir, onlara yük düşmüş olur. Gələcəkdə şəkər xəstəliyinin riskini artırmış oluruq bu uşaqlarda. Yəni indi bir şeylər eləməsək də, onsuz da onu verməsələr də sarılıq keçəcəkdir. Yəni fizioloji sarılıqdan söhbət gedir. Düzdür, bəzi patoloji problemlər var, artıq onu həkimlə nəzərdə saxlamalıyıq. Amma yəni o onu verməsəydi də o keçəcəkdi. Amma deyir ki, baxın, mən verdim, sonra keçdi. Belə bir şeylər də eşidirik. Yəni bunlar miflərdir, həqiqətən çox eşidirik. Bəli, bizim ən böyük miflərimizdən biri zoğun börpəsi ilə çay. Hər şeyin dərmanı. Hər şeyin dərmanı var. Düzdür. Məsələn, indi soyuqdur da havalar, qış. Uşaq, valideynlər ümumiyyətlə soyuqdan qorxurlar. Soyuqdan hədsiz qorxur. Elə bilirlər ki, xəstəlik yaradan soyuqdur. Əslində xəstəlik yaradan soyuq deyil. Xəstəlik yaradan bir agent var. Yenə də deyirəm, yenə də həmin mövzular yenə təkrarlanır. Xəstəlik yaradan törədicisi olmalıdır. Bakteriyalardır, viruslardır, göbələklər də xəstəlik törədir. Yəni əgər uşaq xəstələnirsə, onu soyuq xəstələndirmir. Onu hər hansı bir xəstəlik törədicisi xəstələnir. Uşaqları qapalı yerlərə çox aparırlar. Evin qapısını, pəncərəsini bağlayırlar. Çöldən bol oksigenli havanın girməyinə soyuq olar deyə bağlayırlar. Əksinə olaraq o mühitdə uşaq daha çox xəstələnir. Yəni biz qapını, pəncərəni açır, otağın havasını dəyişməklə bu ən çox bağçalarda, məktəbdə, qapalı mühitdə olur. Məsəl üçün mən həmişə mənim kiçik oğlum bağçaya gedir. Bağçada da həmişə müəllimlərə deyirəm ki, yəni məsələn uşaq tutaq ki, yemək otağındadır. Yataq otağının havasını təmiz açın, təmiz olsun. Yataq otağına keçəndə yemək otağını və yaxud da oyun otağını, uşaqlar başqa otaqlarda, onda otaqların havasını dəyişməkdə bir fayda var. Çünki qapalı mühitdə viruslar daha tez yayılır. Viruslar daha tez. Bir uşaqda hər hansı bir virus gəlirsə, sürətli şəkildə qapalı və mühitlərdə yoluxması daha çox sürətlənir. Bəli, məsəl üçün valideynlər qorxurlar, yenə deyirəm, çölə çıxmaqdan, soyuğa çıxmaqdan qorxurlar. Soyuq xəstə eləmir uşağı. Ümumiyyətlə insanı soyuq xəstələndirmir. Soyuq sadəcə, necə deyim? İmmuniteti zəiflədə bilər. Zəiflətmək də demək zora salır, gücə salır. Əgər uşaqda immunitet varsa və yaxud da o soyuqda bakteriyalar yoxdursa, xəstəlik bir agenti yoxdursa, xəstələmir, sadəcə üşüyəcək. Mən demirəm ki, uşağı məsəl üçün də bir nazik bir paltarla soyuğa çıxır. Xeyr, əlbəttə adekvat geyindirib çıxartmalıyıq. Yəni normal hava şəraitinin temperaturuna uyğun olaraq papaqdır, əlcəkdir, qurtka, şarf falan, yəni bu formatda geyindirib çıxartsaq çölə, o xəstələnməyəcək. Yəni çöldə əgər bakteriya yoxdursa, virus yoxdursa, kontakt olmayıbsa, soyuq uşaq xəstələnməyəcək. Əksinə soyuq immunitetin güclənməsi üçün bir faktordur. İmmuniteti belə deyim, bərkidən bir faktorlardır. Görürsüz, bəzi xarici ölkələrdə biz görürük uşaqları qara soyuğa çox öyrədirlər. Məsələn, idmançıların özündə olsun, buzlu suya girirlər. Nazik paltarlarda, yəni çöldə idman eləyirlər. Yəni orada bədənin funksiyalarını
zaten Allah bizə o funksiyaları verib göndərib. Onları örtbas eləməyək də, yəni olan bir şeyi örtbas eləmək, onu daha da inkişaf elətdirmək olar. Biz məsəl üçün daha çox istiyə məruz qoyaraq uşaqları, tək uşağı deyil də elə böyüklər özü də. Amma bunun belə deyim də kökü uşaqlıqdan gəlir də. Yəni istiyə məruz qoyaraq bizim o qoruyucu funksiyalarımızı deyir ki, məsəl üçün orada bizdə boz qəhvəyə piy toxumamız var da, yəni doğumdan var. Elə bir sanki bizi qoruyucu bir toxumadır da o. Uşağı istəyə-istəyə öyrədərək o toxuma deyir ki, mənə lazım deyil də, yəni mən bu azalıb gedərəm, yəni. Yəni ona görə uşaqlar da soyuğa qarşı davamsız olurlar. Bunu bir başa düşsək, yəni çox rahatlıqla, yəni uşaq saxlamaqda, böyütməkdə, yəni uşağın immunitetini gücləndirməkdə əsas belə deyim yollardan biri də budur. Bizim valideynlərimizdə səhvlər var bəzən o soyuqla bağlı. Bəli, soyuqla bağlı çox səhvlər var. Soyuğa, yəni mənə məsəl üçün bir paylaşım paylaşmışdım. Orada yazıb ki, siz nə danışırsınız? Yəni necə yəni soyuq xəstələndirmir? Biz onda elə çıxaq da soyuğa. Mən demirəm ki, məsəl uşağı bir dənə köynəklə çölə çıxardın. Yox. Geyindirin soyuğa uyğun paltarını, amma soyuğa çıxardın. Soyuq olsun, külək olsun, qar olsun, yağış olsun, bütün təbiət hadisələri bizim üçündür və biz ona adaptasiya etməliyik uşağı. Biz hər zaman uşağı qapalı yerdə, xəstəlik olmayan mühitdə saxlamağa kim qarantiya verir bizə ki, biz gələcəkdə uşağı, yəni kontakt olmayacaq, bir xəstə insanla görüşməyəcək. Biz hər zaman öz yanımızda saxlaya bilmirik. Onlar böyüyür, biz onu sosiallaşdırırıq, o bizdən uzaqlaşır. Hər zaman uşaq olmur, yəni o böyüyəcək artıq. O biz mühitə, şəraitə hazırlaşdırmalıyıq. Ona görə elə balacalıqdan təbiətin bütün faktorlarına qarşı o orqanizmin müdafiə funksiyalarını möhkəmləndirmək lazımdır. Müdafiə funksiyalarını möhkəmləndirmək lazımdır ki, immunitet də ona uyğun işləsin. Yəni orqanizm immuniteti ona görə işləsin. Belə. Bəli, bir dənə bu məqamı bildirmək istəyərdim ki, bizdə belə bir mif var ki, soyuq hava uşaqları xəstələndirir. Amma qapalı bir yerdə saxlayıb həmin uşaqlarla məktəbdə, bağçada, evdə qohum, qonşu falan gəlir, kontaktda daha çox olanda, amma o xəstələndirmir. Belə bir şey var, belə bir mif var. Daha çox bu gətirib xəstəliyə çıxarda bilər. Çünki əsas virus daşıyıcı insanın özüdür. Viruslar olsun, mikroblar olsun, hamısının daşıyıcısı biz özümüzük. Və biz də uşaqla nə qədər çox kontaktda olsaq, o qədər də çox həmin uşaqda xəstələnmə şansı çoxalır. Yəni xəstəlik evdə deyil də, belə çöldə deyil, evdədir xəstəlik, evdədir, bəli. Yəni xəstə insanla təmasda olmalıdır ki, bu uşaq xəstələnsin. Soyuğun bura bir dəxlisi yoxdur. Yəni biz soyuğa uşağı nazik çıxartmırıq ki, əlbəttə geyindirib çıxardırıq soyuğa. Orada o əgər çöldə, orada soyuq mühitdə, çöldə yenə də deyirəm, kontakt yoxdursa, xəstəlik törədici faktorlar yoxdursa, o xəstələnməyəcək. Xəstəlik törədən evin içindədir. Bu yayılıb, artır, uşaqlar gəlir. Məsəl üçün xəstə uşaq gəlir, dediyim kimi qonşu gəlir, xəstə, məsələn ata işdən gəlir, ana işdən gəlir, üstündə özü xəstələnməyə bilər, amma özündə gətirdiyi viruslarla daşıyıcı kimi uşağa yoluxdurub keçirdə bilər, yəni. Ona görə daim evin havasını, evin təmiz oksigenlə dolu havasının olmasına çox önəm vermək lazımdır. Evin havasının temperaturunu daha doğrusu tez-tez dəyişmək lazımdır ki, varsa da həmin mühitdə faktorlar, xəstəlik törədən faktorlar xarici olsunlar və təzə olsun, oksigenli mühit olsun. Belə bir sual verin. Bəs bu düz fikirdirmi? Hər uşaq xəstələnməlidir. Yəni bu doğru fikirdir. Bəli. Hər uşaq xəstələnməlidir. Bəli, yəni hər uşaq xəstələnməlidir. Biz yəni ki, yenə də deyirəm, uşaq dünyaya gələndən sonra bir mühit üçün, bir şərait üçün doğulur da, yəni həyata gəlir və biz heç vaxt qarantiya verə bilmərik ki, bu uşaq heç vaxt xəstəlik törədici faktorlarla kontaktda olmayacaq. Yəni sonuçda bir sosial varlığıq. Yəni biz tək yaşamırıq da. Yəni hər hansı bir mühitə gedəndə və yaxud da bir xəstəliyi olan bir insanla kontaktda ola bilər. Covid yadımızdadır, necə sürətli şəkildə yayılırdı. İndi son influenzadır, bilirsiniz, yəni çox yayılır. Yəni biz qarantiya eləyə bilmirik ki, kimlənsə kontakt olmayacaq və bu uşaq xəstələnməyəcək. Bəli, uşaq xəstələnə böyüyür və xəstələnə əsas məqamda odur ki, xəstələnə immunitet yığır.
Yəni hər xəstəliklə rastlaşdıqca orqanizmdə ona bir immun cavab formalaşır. O xəstəliyi tanıyıram, bir immun yaddaşa verir. Gələcəkdə o xəstəliklə bir də təkrar qarşılaşa bilər bu uşaq və o zaman əvvəlki kimi xəstələnməyəcək və yaxud da tam qoruna biləcək. Məsələn, immuniteti yaratmağın bir yollarından biri xəstələnə immunitet yığmaqdır. Bir yollarından da biri peyvəndlər vasitəsilə immunitet yığmaqdır. Peyvənd proqramlarımız var ki, hansı ki, xüsusi xəstəliklər var. O xəstəliklərə qarşı peyvənd proqramlarımız var ki, o xəstəliklərə qarşı o peyvəndi vurandan sonra o xəstəliklərə ya uşaq yoluxmur, yəni artıq immuniteti var. Ya yoluxarsa da yüngül keçirdir. Yəni ağırlaşmalar olmur da. Yəni üçüncü tərəfdən, daha doğrusu ən birinci tərəfdən immunitetin belə deyim də, yəni yaranması, bizdə olması doğumdan da anadan keçən immunitetlərdir. Süd vasitəsilə keçən genetik immunitetdir ki, bəzi xəstəliklərə qarşı, məsəl üçün bəzi heyvan xəstəlikləri var, bəzi xəstəliklər var ki, onlara insan yoluxmur. Bu xüsusi bir genetik kod vasitəsilə o belə deyim də idarə olunur. Amma uşaqların xəstələnə böyüməsi və yaxud da xəstələnə immunitet yığması tam normaldır. Valideyn yaxınlaşır ki, doktor, mənim uşağım çox tez-tez xəstələnir. Soruşuruq, anamnez yığırıq, necədir? Baxırıq ki, ildə 2 dəfə, 3 dəfə belə xəstələnir, uşaq qrip olur, boğaz ağrıyır, belə də yəni. Bu tez-tez xəstələnmə deyil. Tez-tez xəstələnmənin özünün də bir belə deyim kriteriyaları var. Yəni il ərzində bir bağça uşağı, bir məktəb uşağı 7-8 dəfə xəstələnə bilər. Yəni bu tez-tez xəstələnmə halı deyil. Bəli, 7-8 dəfə xəstələnməsə normal kimi qəbul edirik bunu. Bəzi faktorlar var ki, onları nəzərə almaq. Məsələn, bu xəstələnmələrdə uşaqda ağırlaşmalar olmasın, stasionara xəstəxana yatışları olmasın. Yəni 7-10 gün ərzində xəstələnərək yüngül şəraitdə sağalması da belə deyim. Bunları normal qarşılıq. Amma valideyn belə aşırı gəlir ki, yox, mənim uşağım tez-tez xəstələnir, doktor, nəsə bir dərman verin, bu xəstələnməsin. Mümkün deyil, yəni bu mümkün bir şeydir. Yəni məsələn gəlir ki, nə olar, mənə bir sirop yazın, immuniteti artsın. Yəni bu ümumiyyətlə yer üzündə elə bir möcüzəvi sirop yoxdur ki, yəni immuniteti mən bunu verim, uşağın immuniteti qalxsın. Deyil, yəni yoxdur belə bir şey. İmmunitet ya var, ya da ki yoxdur. Yoxdursa bir xəstəlik durumu ilə gəlir uşaq, yəni immun defisit vəziyyəti. Bu bir başqa qrupdadır, bəli. Amma immunitetin var olmağı biz nə deyirik? Yəni biz nə edirik biz həkimlər? Var olan immuniteti çalışırıq qoruyaq, zəiflətməyək. Məsələn, zəiflətmə faktorları var da, düzgün olmayan müalicələr var, düzgün olmayan qidalanma var, düzgün olmayan həyat şəraiti var. Yəni bunlar hamısı immunitetə mənfi təsir göstərən faktorlardandır. Yəni biz çalışaq ki, məsələn, onları gücləndir. Yoxsa ki, bizdə belə bir sirop yoxdur ki, mən verim bunun immuniteti güclənsin, böyüsün, nə bilim, bu uşaq heç vaxt xəstələnməsin deyə bir şey yoxdur. Yəni belə bir şey yoxdur. Təəssüf ki, yoxdur. Təəssüf ki, yoxdur. Çünki müraciətlər çoxdur. Bəs peyvənddən qorxan valideynlər də var. Bəli. Çox eşitmişəm, çox görmüşəm ki, uşaq dünyaya gəlib peyvəndin belə deyək, funksiyasını düzgün yerinə yetirmədiyinə inanıb peyvəndə yönəlmirlər. Bizim ən belə deyim də, belə yaralı yerlərimizdən biri də budur əslində peyvəndlər. Peyvəndləri, yenə deyirəm, baxın, mən bayaq dedim, immunitetin yaranması 3-dür. Doğumdan anadan keçir, genetik bir yaddaşla immunitet, ana südü vasitəsilə də keçir. İkinci peyvəndlər vasitəsilə yaradırıq, hansı ki 11 xəstəlik var bizim peyvənd proqramımızda. Ağır xəstəliklərdə hər biri yadımızdan çıxmayıb, yəqin ki qızılca epidemiyası yayılmışdı, hansı ki həmin uşaqlar peyvəndsiz uşaqlar idi. Ağırlaşmalar, yəni ölüm hallarına qədər gəlib çıxan uşaqlarımız da var idi. Çox təəssüflər olsun ki, hansı ki bunlar peyvənddən imtina edən valideynlərin uşaqları idi. Üçüncü peyvənd xəstələnə yaranır. Daha doğrusu immunitet xəstələnə yaranır. Bu peyvəndlərə gəldikdə valideynlər bəli qorxurlar, çox qorxanlar var. Peyvənddən imtina edən valideynlər var. Amma yəni bizim belə deyim də dövlətimizdə peyvəndlə bağlı belə bir fikrimiz var ki, dəqiq bu fikirdir ki, yəni məcburi deyil peyvənd. Valideynlər orada hardasa belə deyim də özlərini bir qədər fikirlərini qabardırlar, daha çox öz fikirlərini irəli sürürlər. Məcburi deyil, könüllüdür. Yəni hər bir valideyn könüllü şəkildə peyvənddən imtina etmə hüququ var. Amma bu yanlış bir şeydir. Mən bir həkim kimi, ilk öncə bir ana kimi məndən soruşan ki, ay doktor, peyvənd edəkmi? Bütün pasientlərimə bəli, bir kəlmə, bəli, peyvənd edək.
etmək vacibdir. Və ikinci cümlədə həmişə onu deyirəm ki, mənim 3 övladım var. Yəni hər belə deyim də yaş səviyyəsində məsələn 17 yaşlı qızım, 14 yaşlı oğlum, 4 yaşlı oğlum. Yəni bunların yaş fərqləri görürsüz, başqa fərqli yaş fərqləri olmuş. Məsələn, balaca oğlum Covid dövrünə düşmüşdü. Yəni ona belə, yəni bütün peyvəndlərini proqram üzrə vurdurmuşam, elətdirmişəm. Yəni bu mənim bir həm bir valideyn kimi, bir ana kimi, həm də bir həkim kimi şəxsi göstərişimdir də, belə deyirəm, valideynlərimə qarşı məndən soruşanlara mən belə eləyirəm və düzgünü budur. Artıq sizin seçim olaraq bir seçim var, amma Azərbaycanda belədir də, bizə bir seçim verirlər, amma yəqin ki, hamı bilir ki, xarici ölkələrdə seçim yoxdur. Yəni bu peyvənd olmalıdır. Peyvəndlərini tamamlamamış uşaq bağçaya, məktəbə götürülmür bir mənalı olaraq. İnşallah ki, bizdə də elə bir sistem olar. Yəni valideynə o barədə çox da seçim hüququ verməmək daha düzgündür. Mənə belə gəlir. Hətta böyük ehtimal elə seçim olması səbəbilə valideyn bu fikrə gəlir ki, deməli peyvənd çox da kömək etmir deyə bu seçimlə qarşımıza qoyulubdur. Bəli. Bilirsiniz, yəni peyvəndi deyirik ki, yəni yenə möcüzəvi bir şey yoxdur da. Yəni ümumiyyətlə mən necə deyim? Həyatda ümumiyyətlə %100 nəsə bir şey var, yoxdur əlbəttə. Yəni biz valideyn hər sonra ki 100% qoruyacaq. Mən bu peyvəndi vururum. Yəni %100 nə var ki? Heç nə yoxdur. Ümumiyyətlə tibbdə %100 bir şey yoxdur. Yəni bizdə tibbdə 2/2 bəzən 10 eləyir. 2/2 bəzən 1000 alırıq. 2/2 bəzən 0 olur bizdə. Yəni belə hallarla rastlaşırıq da. Yəni ümumiyyətlə heç nə 100% olmadığı üçün tibbdə də belədir. Peyvəndin qoruyuculuğu məsələn deyir ki, 100% qoruyar bu xəstəlikdən. %100 heç nə yoxdur. Ola bilsin ki, peyvəndli uşaq tutula bilər. Yəni tutula da bilir, görürük bunu da. Yəni amma peyvəndi varsa, əlimizdə bir silah var, ürəyimizdə bir belə deyim də məkan var ki, biz peyvəndi vurmuşuq, o ağırlaşmayacaq. Yəni ağırlaşmayacaq. Kim qarantiya elə bilir ki, məsəl üçün mənim uşağım sabahlarım tutaq ki, getdi, yıxıldı, bir paslı dəmir onun mismar bir nəsə bir kəsmədi və yaxud da eşitmişik, çox eşidirik, mediada da görürük, itlər dişləyirlər, budur. Yəni bunlar heç kim qarantiyalaya bilmirik də həyata. Ona görə də qarantiya eləyə bilmədiyimiz üçün əlimizdə olan imkanlarda maksimum istifadə eləməliyik. Bunu biz eləyək, sonra qalanı buraxaq da, yəni belə. Yəni mən əlimdən gələni elədim bura kimi. Yəni yenə deyirəm, peyvənd olunan uşaq tutula bilər həmin xəstəliyə. Amma yəni elə ki tutulur ki, heç valideyn bilmir ki, bu onu keçirtdi, gedir. Yüngül şəkildə keçirdib gedir. Amma bilmir ki, bunu peyvənd eləyir bu. Yəni bilməlidir əslində ki, bunu peyvənd eləyir. Yəni belə tutula da bilər, yəni xəstəliyə, zəif keçirdi, yüngül də keçirdə bilər. Bəzən ağır keçirir peyvənd olunmuş uşaqlar. Amma bu onu bizə deyir ki, əgər o peyvənd olunmasaydı, yəni Allah göstərməsin, ölüm dərəcəsində gedib çıxar. Yəni ölümdən qurtardı fakt burada. Yəni bundan o tərəfi nə düşünək ki, yəni çox güclü əlimizdə olan silahdır belə deyək də, belə çox vacib məqamdır bunlardan. Bahar xanım, bir dənə də sizdən bir mövzu açmaq istəyərdim. Bu da çox maraqlı bir mövzudur. Sizin indi pasientləriniz həm belə desək dünyaya yeni gələn uşaqlar da olur, həm yeniyetmə yaşına çatan uşaqlar da olur. Bəli, 0-18 yaş mənim pasient qrupamdır. Bəli. Belə bir sual verin, bu daha çox psixologiyaya aid olan bir sualdır. Bugünkü gündə sosial şəbəkələr uşaqlara necə təsir eləyir? Bu sosial şəbəkələrin uşaqlara təsiri haqqında danışmaq. Mən düşünürdüm ki, məsələn burada bir məqam vurğulayaq ki, sosial şəbəkələrin valideynlərə təsiri və valideynlərin də uşaqlara o istiqamətdə təsiri də var. Bəli, elə təsiri də var. Bəli, düzdür, sosial şəbəkədə hər şeyə inanmaq olmaz, amma bu günləri faktdır ki, çox təəssüflər olsun ki, hər şeyə inanılır. Bəli. Ona görə yəni doğru məlumatı düzgün mənbədən almaq, yəni çoxlu belə deyim də məlumat dənizində, okeanındayıq, o düzgün məlumatı düzgün seçmək. Əlbəttə ki, biz deyə bilmərik ki, heç kimə təsirsiz ötüşür. Sosial media günümüzün aktual belə deyim də, yəni mərkəzində duran hər kəs yəni əl çatan bir şeydir. Yəni açır, baxır hər bir şey. Yeniyetmələrə də təsiri çoxdur. Yəni bu danılmazdır da, yəni çox faktorlar var. Yeniyetmələrə təsirindən təkcə sosial media. Məsələn, yenə deyirəm, burada
valideyn faktoru da çox önəmlidir, tərbiyə faktoru da, ailə faktoru da çox önəmlidir. Yəni tutaq ki, hər hansı bir əlində olan bir şeyin necə istifadə edilməsindən çox asılıdır da. Yəni məsəl üçün əlində bıçaq cərrahın əlində necədir? Bıçaq məsələn hər hansı bir yəqin başa düşdünüzsə belə. Ona görə yəni fərqi yoxdur nədir? Onu necə istifadə etməlisə, sosial mediadan çox yaxşı məlumatlar ala bilirlər. Sonra tutaq ki, müəllimlərin orada çıxışları var, dərsləri izah eləmələri var. Mənim qızım abituriyentdir, yəni görürəm oradan müəllimlərin izahatlarını oradan, istər YouTube olsun, istər Instagram olsun, müəllimlərin çox gözəl səhifələri var. Oradan maariflənmək olur, maraqlı məlumatları götürmək olur, özlərinin işinə yarayan məqamları oradan götürüb sürətli şəkildə nəyisə, indi bilirsiniz ChatGPT falan, bəli, o qədər sürətli şəkildə məlumatları əldə edirlər ki, yəni bəzən mən özüm də belə qalıram ki, necə, yəni belə bizim nəsillə, indiki nəslin arasında fərq var. Yəni çox təsir eləyir, hər alanda təsir eləyir. Bəli, bugünkü gündə mən onu belə desə bir elmi araşdırmada çıxartmışlar ki, bugünkü gündə sənin 1 saat sosial şəbəkədə amma düzgün informasiya toplamaqdan gedir söhbət. Siz demiş, yəni düzgün informasiya toplamaq. Bugünkü gündə 1 saat sosial şəbəkələrdə nəyisə maraqlanmaq, yəni hardasa 5-6 əsr bundan qabaq 200 qəzet oxumağa gətirib çıxarır. Bəli, əlbəttə. Yəni eyni, bərabərdir. Çünki bu günləri hər şey, informasiyanı almaq çox rahatdır. Amma əsas odur düzgün informasiyanı almaq. Düzgün, çətin odur da. Yəni indi süni zəka da girib işin içinə, belə deyək. Bəzən elə belə deyim, nəinki yeniyetmələr, indi böyük insanlar da çaşbaş qalır bəzi məqamlara. Yəni onun mənbəsini axtarmaq lazımdır. Hardan qaynaqlanıb, kim deyir bunu? Həqiqətən məsələn o insan bunu demək belə deyim də hüququ varmı? Bu insanın o sözü demək hüququ varmı? Onun tutaq ki professional alanına daxildirmi bu sözü demək? Çox önəmlidir də. Yəni onları da bir araşdırmaq lazımdır. Bəzən yəni heç dəxlisi olmayan bir insan elə bir mövzuda söhbət aparır ki, həqiqətən də deyirsən ki, görəsən bu necə üst-üstə düşmür, yəni də belə deyim. O da çox önəmlidir. Mən Çində bu yaxınlarda belə bir qanun çıxdı. Əgər sən həkim deyilsənsə, sosial şəbəkələrdə müalicə haqqında, həkimlik haqqında danışa bilməzsən. Polis deyilsənsə, qanun haqqında danışa bilməzsən və s. Mən çox ümid edirəm ki, bugün bu bizim ölkədə də aktual olar. Çünki doğrudan belə bir problemlər var. Öz sahəsində olmayan insanlar həmin sahə haqqında danışıb səhv məlumat verirlər və o da sonu çox pis qurtarır. Bəli, düzdür. Əlbəttə, yəni biz məsəl üçün həkim olmayan insanların məsələn bloqerlər falan var da indi hal-hazırda. Yəni həkim deyirəm, baxırsan ki, düzdür bəzi şeyləri mənbəsini bilir deyir, tutaq ki də həkimdən, amma onun o belə geniş kütləyə açıq şəkildə onu deməyi o qədər də düzgün deyil. Düzgün qiymətləndirmirəm düzünə qalanda. Baxırsan ki, səhv məqamlar var, qidalanmada olsun, yəni də belə uşaqların sağlamlığına aid. Yəni məncə həkimlər danışsa daha yaxşı olar. Bəli, 100%. Yəni tibbi mövzulardan söhbət gedir. Yəni ki, belə nə bilim, məqamı da bir dənə burada mən vurğulamaq istəyirəm. Sterillik haqqında valideynlərin səhv elədiyi, düşündüyü bir məqamlar var. Bir dənə o haqqda da danışım. Yəni bu təmizliklə sterilliyin arasında bir incə bir xətt var, təmizlik, sterillik. Qəbula gələn uşaqlarda hədsiz steril saxlanılan uşaqlar var. Hədsiz steril. Yəni uşağı necə deyim, əlini bir yerə vurma, salfetka ilə silir, spirtləyir. Uşaq hətta özü belə bir yerə vuranda gedib spirti götürür. Yəni o qədər valideyn ki, belə hədsiz dərəcədə steril öyrədilir və bu sterillikdə axırda bizdə gəlib allergik problemlərə gətirib çıxarır. O qədər mikrobsuz mühitdə yaşayır ki, bu uşaq. Sabahlarım tutaq ki, bir dənə adi təbiətə çıxanda, əlini bir dənə torpağa vuranda uşaq ağır xəstələnir. Başlayır allergik problemlər, dəri problemləri olsun, ümumiyyətlə allergiyalar baş qaldırır, gedir. Valideynlər gəlir, məsəl üçün görürəm ki, aylarla boğaz spreyi istifadə edir. Spreyin içində də o təmizləyir də, o mikrobları öldürən bir xüsusiyyəti var və aylarla boğazı steril saxlayır. Bu nə deməkdir? Yəni bizim lazım olan mikroblar var, hansı ki, ağız boşluğumuzda, ümumiyyətlə orqanizmimizdə lazım olan mikrob, dərimizdə olsun, ağız boşluğumuzda, bağırsaqlarımızda mikroblar var, hansı ki, bizə lazımdır onlar. Hədsiz dərəcədə sterillik o mikrobları da öldürür.
və bizim müqavimətimizi elə bil ki, azaldır. Tək bizdə yox, uşaqlarda. Biz tutaq ki, məsələn, boğaz sterildir, bir aydır bu sprey vurur, boğaz sterildir, bakteriyasız bir mühitdir. Bir dənə adi bir, yanından bir yer ötməmiş, da belə deyək də, vadidəndir, yanından bir yer ötməmiş uşaq xəstəliyi. Niyə xəstəliyi sən eləmisən? Bunu sən eləmisən. O qədər steril saxlamısan ki, adi bir, heç başqa insanda xəstəlik törətməyən bir faktor gəlir bu uşaqda belə ağır bir xəstəlikləri gətirib çıxarır. Bu məqamlar da çox önəmlidir. Belə deyim də, yaralı yerlərimizdən biridir. Ona görə vurğulamaq istədim əslində bunu. Çox sağ ol. Çox təşəkkür edirəm qəbul etdiyiniz üçün. Bugün bura gəldiyiniz üçün. Sizə son olaraq bizim Haxmed proqramı haqqında məlumat vermək istəyirəm. Bizim verilişimiz Haxmed Club verilişi Haxmed startapının sponsorluğu ilə çəkilir. Bizim Haxmed proqramı həm sayt formasında, həm mobil tətbiq formasındadır. Orada həkimlərin uzanması, başqa pasientlərin həkimlər haqqında fikirləri paylaşılır və başqa kimsə hansı bir həkimlə maraqlananda həmin proqram üzərindən həkimi tapa bilir, maraqlana bilir, onun sırasına düşə bilir. Sizin fikrinizcə belə bir proqram istifadə etmək, yəni siz özünüz istifadə edərdinizmi? Yəni bu proqram haqqında nə fikirləşirsiniz? Yaxşıdırmı belə bir şeyin bizim ölkəyə gəlməsi? Çox yaxşıdır, çox aktualdır. Yəni həqiqətən də sevindirici bir şeydir. Yəni bu onlayn şəkildə belə deyim də sizin saydığınız məqamlar çox önəmlidir. Həkimlər ümumiyyətlə tibb baxımından da mən bir onlayn konsultasiya edən bir həkim kimi həm də bunu çox belə deyim də sevinclə qarşılayıram belə deyim. Çünki məsələn valideyn məndən onlayn konsultasiya alan pasientlər var ki, bir dəfə alan, istifadə edən dəfələrlə istifadə edir. Niyə? Çünki o rahatlığı hiss eləyib. Yəni uşağı tutaq ki, xəstəxana mühitinə gətirmir, orada kontakt ola bilər, əlavə bir viruslarla falan. Onlayn şəkildə evdə oturur, rahat şəkildə həkimlə kontakta keçərək hansı ki, bəzi problemlər var ki, onlayn həll etmək olur. %100 deyil, amma bəzi problemlər var ki, onu evdə oturaraq onlayn şəkildə biz həll edə biliriksə, niyə də olmasın? Yəni bu həm valideynin rahatçılığıdır, həm həkim üçün də rahatdır. Ümumiyyətlə, yəni uşağın özü üçün də rahatdır. Yəni məsəl üçün uşağı aparır, həkimdən qorxur, bəzən ağlayır, bəzi prosedurlarda ağlayır və yaxud da xəstəxana növbələrində gözləyərək orada başqa bir xəstəliklə gəlirsə, başqa bir xəstəliyə də yoluxma şansı olur. Kim bunu qarantiya alır? Çünki koridorlar hamısı xəstəxanadırsa, deməli orada xəstəliklər də ola bilər. Yəni bu onlayn belə bir sistemin olması çox önəmlidir. Yəni mən düşünürəm ki, hətta bunu aktivləşdirmək lazımdır. Çox yaxşıdır. Çünki mən özüm istifadə edən bir həkim kimi, yəni görürəm ki, yəni praktik bir şeydir, çox praktik bir şeydir. Yəni həm valideynlər üçün, həm həkim üçün, yəni hər tərəfli. Biz də indi sizə də uğurlar. Çox sağ olun. Biz də həmin startapın üstündə işləyirik. İnşallah uğurlu olar. İnşallah siz də həmin proqramdan istifadə edərsiniz və daha çox edərəm. Daha uğurlar. Sağ olun, çox sağ olun. Çox sağ olun dostlar. Bugünkü verilişimiz sona çatdı. Bahar xanıma yenə təşəkkür edirəm qəbul etdiyi üçün. İnşallah gələn bölümlərdə görüşənədək. Sağ olun.